Deyirlər, uşaqlar hətta yuxuda böyüyürlər. Düzdür, bugün yəni məhz valideynləri daha çox düşünürəm ki, maraqlandıracaq bir mövzuya toxunacağıq və sizi hər zaman maraqlandıran suallar mən müşahidə eləmişəm. Uşağın böyüyəndə necə olacaq? Ümumiyyətlə, sağlam uşağın inkişafı necə olmalıdır? İldə nə qədər artmalıdır? Çəkisi nə qədər artmalıdır? Düzdür, həssas valideynlər bu cür yanaşmanı edirlər, amma bəzən biganə olan, bəlkə də bu məsələləri tam olaraq anlamayan, buna bir qədər əsas o məsuliyyəti, belə deyək də, verməyən valideynlər də olur və təəssüf ki, bax, belə yanaşma olduqda müəyyən problemlər, inkişafdan geri qalmalar və bu sonradan nəinki sağlamlıq, eyni zamanda psixoloji müəyyən problemlərə gətirib çıxarır. Bax, bütün bunların qarşısını almaq üçün, ümumiyyətlə, sağlam uşaq orqanizmi necə olmalıdır, necə inkişaf etməlidir və nə üçün çəki və boyda müəyyən ləngimələr baş verir, biz istərdik ki, qonağımızla bərabər müzakirə edək və mən hal-hazırda Tibb Universitetinin Uşaq Xəstəlikləri Kafedrasının dosenti, Tibb elmləri namizədi Nurəddin Məhərrəmov bizimlə bərabərdir, söhbət edəcəyik onunla. Buyurun. Nurəddin Məhərrəmov, pediatr, tibb elmləri namizədi. 1977-1983-cü illərdə Nərimanov adına Azərbaycan Tibb Universitetinin 2-ci Uşaq Xəstəlikləri Kafedrasının Pediatriya fakültəsində təhsil alıb. 1983-1984-cü illərdə 2 saylı uşaq klinik xəstəxanasında internatura keçib. 1984-1987-ci illərdə Sumqayıt şəhəri 1 saylı uşaq poliklinikasında pediatr və təcili yardım briqadasında işləyib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun aspiranturasına daxil olub. 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Azərbaycan Tibb İnstitutunun 2-ci Uşaq Xəstəlikləri Kafedrasının dosentidir. Xoş gəlmişsiniz, doktor. Çox sağ olun, minnətdarım. Yəqin ki, biz əslində bu problemin açılmasına başlamamışdan öncə bir qədər müşahidələrinizlə bizimlə bölüşmənizi istəyərdik. Sırf valideynlərin bax, bu məsələyə yanaşması, hansı yanlışlar görürsünüz? Nə kimi yanaşmalar var? Bəli, valideynlərin bu məsələyə yanaşması çox müxtəlifdir. Statistik məlumatlara görə son illərdə pediatrlara olan müraciətlər, valideynlərin şikayətləri arasında ən çox yer tutanı uşaqların iştahsızlıq, fiziki inkişafdan, yəni boy və çəki parametrlərindən geri qalması ilə bağlı olan şikayətlər önəmli yerə çıxır. Və bunun səbəbləri çox müxtəlifdir. Bu səbəblər haqqında yəqin ki, biz danışacağıq. Amma valideynlərin buna bir mənalı münasibəti odur ki, uşaqlar doğrudan da ahəngdar inkişafa malik olmalıdırlar. Hətta elə valideynlər var ki, onların uşaqlarının fiziki göstəriciləri normadan da artıqdır. Onlar yenə də şikayətlənirlər ki, bizim uşaq az yeyir, necə eləyək ki, çəkisi daha da artıq olsun. Və yaxud da bəzən gec üstünə düşürlər, deyilmi? Yəni, nələr isə tam önəmsəmirlər və bu da bəli, valideynlərin populyar tibbi savadından asılı olaraq onların bu məsələyə münasibəti müxtəlifdir. Bəzən valideyn uşağın sutkalıq qida rasionunu hesablayanda ona elə gəlir ki, o çox az olan bir qida uşağın sutkalıq tələbatını təmin edir və onun ahəngdar boy inkişafını təmin edə bilər. Buna görə bəzən bu yanlışlıqlar ondan irəli gəlir ki, artıq uşaqlar yeni doğulmuş dövründən onların düzgün və rejimlə qidalandırılması sonraki inkişaf dövrlərində də bunların rəvan böyüməsi üçün şərait yaradır. Belə ki, bir çox anoreksiya halları, yəni iştahsızlıq halları bir növ düzgün rejimsiz qidalandırmadan və balanslaşdırılmamış bir tərəfli qidalanmadan, qidanın kəmiyyət və keyfiyyətcə uşağın yaşına, inkişafına, həyat şəraitinə uyğun olunmamasından irəli gəlir. Ona görə valideynlər əgər öz populyar bilikləri əsasında buna nail ola bilmirlərsə, hökmən pediatrla məsləhətləşməlidirlər və hər bir uşağın fiziki, zehni inkişafı pediatrın nəzarəti altında olsa daha yaxşı olar. Doktor, bu həm də çox geniş bir sosial məsələdir, əslində qidalanma və düzgün olmayan yanaşma. Bugün inkişafı, belə deyək də, dayandıran, bu proseslərin, yəni sağlam inkişafı dayandıran hansı qidalar var ki, bundan valideynlər ehtiyatlanmalıdırlar? Bəli, uşağın sağlamlığının əsas göstəricilərindən biri onun fiziki inkişafıdır. Yəni, boy və kütləsinin yaşına müvafiq
gəlmə parametrləridir. Bunlar isə düzgün qidalanmadan asılı olan amillərdir. Düzgün qidalanma biz deyəndə əsasən təbii məhsullardan, kimyəvi qatqıları olmayan, genetik kodu dəyişdirilməyən qidalar nəzərdə tutulur. Məsələn, bizim Azərbaycan şəraitində, Respublikamızın özündə olan meyvə tərəvəz məhsulları, təbiətdən alınan müxtəlif qida məhsulları, onlar uşaqların qidalanması üçün çox yararlıdır. Çünki hamıya bu məlumdur ki, Respublikamızda genetik kodu dəyişdirilmiş qidalar, kimyəvi yolla yetişdirilən qidalar, demək olar, qida maddələri, bitkilər demək olar ki, yox səviyyəsindədir. Ona görə də biz həmişə qidalanma məsələsində çox vaxtı valideynlər qida maddələrinin xarici görünüşünə, onların reklam xarakterinə, onların standartlara müvafiqliyini nəzərə alaraq əgər uşaqları qidalandırırlarsa, bu çox zaman yaxşı olmayan nəticələr çıxardır. Ona görə də əsas qidanın təmiz kimyəvi maddələrdən və genetik kodlardan azad olmasına fikir vermək lazımdır. Bir məsələ də var. Məsələn, bizdə yetişən, bizdə yetişməyən gəlmə, tutaq ki, biz meyvə və tərəvəzlərdən danışırıqsa, o genotipimizdə yoxdur deyirlər, o qədər də belə deyək də, təsir eləmir onların faydalı xüsusiyyətləri orqanizmə. Amma uşaqlar var ki, artıq onlarla böyüyürlər, yəni körpəlikdən artıq onları dadırlar. Bunun necəsə təsiri varmı? Mən istərdim ki... Bizim uşaqların genotipinə uyğun gəlməyən qida maddələri çox vaxt onlarda allergik məsələlərə səbəb olur. Məsələn, bir sıra sitrus meyvələri bilirsiniz ki, Azərbaycanda yetişdirilmir və bunlar xarici ölkələrdən bizə gətirilir. Bu meyvələrin əksəriyyəti uşaqlarda biz uşaqlar bu meyvələri qəbul eləyəndə biz fikir veririk ki, bunlarda allergiya halları meydana çıxır. Və bu allergiyalar özlərinin çox müxtəlif variantlarda, dəri allergiyaları, tənəffüs allergiyaları şəklində özlərini büruzə verirlər. Amma bir sıra digər məhsullar da var ki, onlar genetik kod cəhətdən dəyişdirilib və bunlar orqanizmə çox böyük ziyanlar verir. Artıq Avropa ölkələrində bu genetik kodu dəyişdirilmiş, yəni əsas burada reklam verilir. Bu qidaların çəkisinin çox olmasına, bunların gözəl görünüşünə, amma əslində bunlar bizim uşaqlar üçün çox əlverişsiz qida hesab olunur və bunlar da istənilən yaş dövrlərində öz mənfi təsirlərini göstərirlər. Ona görə mən arzu edərdim ki, bizim valideynlər bizim öz təbiətimizdən alınan, bizim Azərbaycan torpağının yetişdiyi məhsullara daha önəm versinlər. Biraz əvvəl siz müəyyən parametrlərdən danışdınız, müəyyən normativlər var, inkişaf normativləri var. Deyirlər, bəzi ölkələrdə bu dəyişir. Azərbaycanın da belə özünə məxsus yanaşması varmı? Müəyyən o mental xüsusiyyətlərimizi nəzərə alaraq, yoxsa? Bilirsiniz, hər bir millətin, hər bir xalqın genotipi var. Məsələn, bizə məlum olduğu kimi Skandinaviya ölkələrində orta boy və çəki parametrlərini Azərbaycanla və yaxud da Rusların orta boy çəki istər uşaqların, istər böyüklərin parametrlərini Azərbaycanla eyniləşdirmək olmaz. Ona görə də hər bir respublikanın, hər bir ölkənin, hər bir millətin özünün gərək normativ parametrləri ola. Yəni, bu parametrlər bizdə Azərbaycanda var və biz o parametrlərdən istifadə edərək öz körpələrimizin, uşaqlarımızın, yeniyetmələrimizin fiziki inkişafını qiymətləndirilməliyik. Və fiziki inkişafı qiymətləndirəndə çox zaman çəki boy parametrlərindən başqa uşağın psixomotor inkişafı, yəni o yaş dövründə uşağın hansı qabiliyyətə malik olması, nəyi bacarması da önəmlidir. Burada pediatrın müayinəsi, ümumiyyətlə kənarda müşahidəsi kifayətdirmi, yoxsa əlavə təbii ki, mütəxəssislər cəlb olunmalıdır bu məsələyə? Yox, pediatrın uşağın müşahidəsi hər halda istənilən tibbi müəssisələrdə, istər poliklinika, istər xəstəxana şəraitində pediatrın uşaqların müşahidəsi hökmən vacibdir. Amma əgər pediatr bu uşaqda hər hansı bir dar ixtisas sahibinə aid olan bir xəstəlik aşkar etsə, hökmən o konsultasiya üçün nevropatoloqlara, uşaq endokrinoloqlarına və s. müraciət edə bilərlər. Bir də bir sualım olacaq, bu keçid dövrləri var. Bəzən deyirlər ki, çox üstünə düşməsinlər valideynlər. Yəni, müəyyən dövrdən sonra boyu da artacaq, yəni çəkisi də normallaşacaq. Buna sizin yanaşmanız necədir?
Bəli, insanların müxtəlif yaş dövrlərində keçid dövrləri deyilən bir hal var və bu halda sıçrayışlar müşahidə olunur. Həmin keçid dövrlərinə çox həssas yanaşmaq lazımdır. Çünki bir sıra hallarda bu keçid dövrlərində normadan uzaqlaşmalar, normadan kənarlaşmalar, xəstəliyə meyillik halları meydana çıxır. Ona görə də bir şey bilmək lazımdır ki, uşaqların fiziki inkişafı heç də tam rəvan getmir. Bəzi yaşlarda bu sürətlənir, bəzi yaşlarda bu ləngiyir. Amma ümumi qayda belədir ki, uşaqlar nə qədər kiçik yaşındadırsa, onların illik boy və çəki artımı sonraki yaşlardan daha çox nəzərə çarpır. Belə ki, uşaq 1 yaşına qədər öz doğulan çəkisini 3 dəfə artırdığı hallarda, sonraki inkişaf dövrü cəmi 2 kilo ildə artırır. Bax, bu özü böyük parametrdir. Xıdır. Mən bir qədər də bu iştahsızlıq məsələsinə özelliklə toxunmaq istəyirəm. Çünki bu uşağın yəni hər dövrdə yaşana biləcək, müşahidə oluna biləcək bir haldır. Körpə dövründə də, hətta südəmər dövründə də yəni təsadüf eləyən bir məsələdir. Bununla mübarizə aparmaq üçün, yəni tibb çox inkişaf eləyib. Təbii ki, yeni belə deyək, yanaşmalar var, müalicəvi metodlar var, dərmanlar var. Bu haqda, yəni effektivliyi barədə nə deyə bilərsiniz bu müalicə metodlarında? Mən bir qədər bu iştahsızlıq məsələsi bir balaca haşiyə çıxmaq istəyirəm. İştahsızlıq təbabətdə anoreksiya adlanır. Yəni, orqanizmin qidaya fizioloji tələbatı olduğu halda iştahanın olmaması bu anoreksiya adlanır. Və anoreksiya hallarına biz yeni doğulmuş uşaqlardan tutmuş, ta pubertat dövrünü keçmiş uşaqlara qədər hamıda rast gəlmək olur. Bunun səbəbləri çox müxtəlifdir. Belə ki, birincili anoreksiya var, ikincili anoreksiya var. Birincili anoreksiya əsasən sağlam uşaqlarda qida rejiminin düzgün qurulmaması nəticəsində meydana çıxan anoreksiya. İkincili anoreksiya isə əsasən mədə-bağırsaq xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin xəstəliklər, sinir xəstəlikləri və digər orqan və sistemin xəstəlikləri nəticəsində əmələ gələn bir iştahsızlıqdır. Və hər bir halda bunları aradan götürmək üçün birinci əsas səbəbi, əsas etioloji faktoru müəyyən eləmək lazımdır və bunu aradan götürmək lazımdır. Və burada əlbəttə müşahidələr göstərir ki, uşaqların anoreksiyasında valideynlərin çox vaxt özləri günahkar olur. Yəni, valideynlərin günahı ondan ibarətdir ki, valideynlər uşağa düzgün qida rejimi təyin edə bilmirlər. Uşaq ac olmadığı halda onu qidalandırmaq istəyirlər. Uşaq artıq doymuş olduğu halda istəyirlər qab boşalana qədər qidalandırsınlar. Sonra qidalar arasında uşağa asan həzm olunan karbohidratlar, məsələn, konfet, şokolad, müxtəlif şirniyyat məhsullarının verilməsi bu iştaha mərkəzinin oyanıqlığının azalmasına gətirib çıxardır. Və bu amilləri də aradan qaldırmaq üçün hökmən birinci qida rejimi düzgün qurulmalıdır. Uşağı istəmədiyi qidanı məcbur vermək lazım deyil. Çünki bu nevrogen anoreksiyaya gətirib çıxardır. Hətta təqdimat da maraqlı olmalıdır, deyil mi? Uşaqlar indi çox şeylər görürlər. Valideynlər gələr uşağın qida stolunun estetikasını yaratsınlar. Belə ki, burada qabın gözəl olması, o istifadə olunan salfetkaların gözəl olmasına qədər bunların böyük əhəmiyyəti var. Çünki bunlar iştahanı artıran və imkan olanda uşağa bir neçə tipli qida təqdim etmək lazımdır ki, uşaq onlardan seçim eləyə bilsin. Və yaxşı olar ki, qida qəbulu zamanı stola desertlər verilməsin. Çünki uşaq desertdən başlayanda sonra qidalana bilmir. Uşağın stolda 30 dəqiqədən artıq oturulması qida arxasında məsləhət görünür. Bütün bu amillərlə yanaşı bir sıra başqa vasitələr də var ki, biz uşaqların bu vasitələrin köməklə uşaqların iştahsını stimulyasiya eləyə bilirik. İndi masa arxasında yemək, ailə ilə bərabər yemək, bu da bir mədəniyyətdir. Bunlar özü çox önəmlidir. Yəni, çox vaxt uşaqlar kollektivə gedəndə bağçaya daha yaxşı yeyirlər nəinki də. Çünki öz yaşıdlarına baxıb onları bir növ təqlid eləmək xüsusiyyətinə malik olurlar. Amma iştahsızlıq problemi varsa, onun çarəsi nədir bilmək olar? İştahsızlıq probleminin çarəsi çoxdur. Var iştahsızlığın hansı ki, müxtəlif valideynlərdən və tərbiyəçilərdən asılı olan priyomlarla bunun aradan qaldırılması. Bir də iştahsızlığı aradan qaldırmaq üçün müxtəlif tibbi vasitələr,
tibbi dərman vasitələri, bunlardan xalq arasında olan vasitələr də var, rəsmi təbabətin təklif etdiyi vasitələr də var və bu günləri mən istərdim ki, bu vasitələrdən biri haqqında sizə bir qədər məlumat verim. Studiyamızda ondan bir neçə dənədir hətta, bəli. Bəli. Trimetabol. Trimetabol preparatı uşaqlarda fiziki inkişafın göstəriciləri olan çəki və boy parametrlərinə təsir göstərərək anoreksiya hallarını, yəni iştahsızlıq hallarına gətirib çıxara bilən bütün amillərə təsir edə bilən bir Avropa preparatıdır. Bu preparat İspaniya istehsalıdır. İspaniyada bir çox preparatlar artıq bizim farmakoloji bazarda özünə çoxdan yer tutmuşdur və 1971-ci ildən başlayaraq bu preparat bütün Avropa ölkələrində geniş istifadə olunur. Adından məlum olduğu trimetabol, yəni maddələr mübadiləsinin 3 əsas faktorlarına təsir edən preparat adı altına gedir. Yəni bu deməkdir ki, istər karbohidrat, istər zülal, istər yağ mübadiləsinə təsir edən preparat olduğu üçün bu preparat bugün bizim Azərbaycanın farmakoloji bazarında çox önəmli yer tutur. Bu preparatın tərkibinə daxil olan kombinə edilmiş maddələr uşağın maddələr mübadiləsinin istənilən səviyyəsinə təsir göstərə bilir. Trimetabol preparatı çox belə gözəl qablaşdırılmadadır. Bu preparat 2 komponentdən ibarətdir. Valideynlər bilməlidirlər ki, bu preparatdan istifadə etmək üçün bu preparatın bir komponenti bu paketdə olan tozdur. Bu əsasən B qrupundan olan vitaminlərdir. Digər komponenti isə maye şəklindədir. Körpə uşaqlara da olar yəqin ki. Bəli, körpə uşaqlara da olar. Bu dərmanın istifadə edilməsinə yaş məhdudiyyəti demək olar ki, yoxdur və bu preparatı istifadə etməzdən qabaq 2 komponent bir-birinə qarışdırılmalıdır. Yəni bu paketdəki toz maye əlavə olunub çalxalanılmalıdır. Bundan sonra həll olandan sonra bu preparatı 1 ay müddətində istifadə etmək olar. Bunu ancaq niyə ayrı-ayrı komponentlər şəklində buraxılır? Ona görə ki, əgər bu qarışdırılıbsa 1 aydan artıq qala bilməz. Və valideynlər bunu sərin yerdə saxlayıb 1 ay müddətində istifadə edə bilərlər. Bu preparatın tərkibinə daxil olan maddələr həm mərkəzi təsirli, həm də maddələr mübadiləsinin müxtəlif növlərinə təsir etməklə orqanizmin fiziki inkişafının ahəngdar getməsini təmin edə bilirlər. Doktor, hər hansı bir əks göstəriş varmı bu preparatları kim qəbul edə bilməz? Yoxsa bu preparatın əks göstəriş bütün preparatlarda var. Hansı preparatdasa çox, hansıdasa az. Trimetabolun əks göstərişi elə ciddi əks göstərişi yoxdur. Çünki bu əsasən vitaminlərdən və maddələr mübadiləsini sürətləndirən, anabolik prosesləri gücləndirən dərman maddəsindən ibarətdir. Ancaq bir məsələ var ki, ola bilər ki, bəzi uşaqlarda müalicənin əvvəlində bir qədər yuxululuq müşahidə olunsa, o da ilk günlərdə olur, sonraki günlərdə keçib gedir. Bu da siprogeptadin deyilən bir maddədir, ona bağlı olan bir məsələdir. Effektivliyi barədə 1 ay kifayət eləyirmi artıq bu problemi düzəltmək üçün? Bu dərmanın effektivliyi, mən artıq 30 ildən artıqdır ki, pediatr işləyirəm və bu 30 ilin təxminən bir 20-25 ilin bu preparatdan istifadə edilən valideynlər bu preparatdan çox razılıq göstərirlər. Çünki iştaha üçün bizdə olan preparatlar elə də çox deyil. Bizim farmakoloji bazarda bu dərmanlar o qədər çox deyil. Artıq vitaminlərdən valideynlər istifadə edərək bizə müraciət edirlər. Deyirlər ki, biz polivitamin vermişik, bunların effektivliyini görmürük. Amma bu preparatı biz 1 ay, 2 ay, lazım olanda 3 ayda ardıcıl təyin edir. Bunun elə bir əks göstərişi, əlavə təsiri yoxdur. Əgər uşağın orqanizmində digər əks göstəriş halları olmaz. Doktor, bizdə bəzən valideynlər özləri də təşəbbüs görüb nəsə əldə eləmək istəyirlər, həkim təyinatı olmadan. Buna nə deyə bilərsiniz? Məhz bu preparat haqqında danışırıqsa. Bu preparat apteklərdən reseptsiz buraxılan preparatlar qrupuna aiddir. Reseptsiz buraxılan preparatlarda bu məhdudiyyətlər çox qoyulmur. Ancaq resept tələb edən preparatlarda orada hökmən həkim müayinəsi və əks göstərişlər nəzərə almaqla preparat təmin olunur. Bu preparat amma reseptsiz buraxılan preparatlar qrupuna aid olduğu üçün valideynlər çox vaxtı artıq əgər istifadə ediblərsə istifadə edə bilərlər. Amma istifadə eləmirlərsə pediatrla məsləhətləşib istifadə eləməlidir.
ən böyük yaşda hansı uşaqlara, yəni dediniz ki, yaş məhdudiyyəti Burada yoxdur? yaş məhdudiyyəti yoxdur. Demək olar ki, bütün yaş dövründə, hətta pubertat dövründə, yəni cinsi yetişkəni dövrdə də biz bu preparatdan aktiv istifadə edə bilirik. Biz də təşəkkürümüzü bildiririk. Yəni son olaraq valideynlərə məhz bugün toxunduğumuz mövzu ilə bağlı bəlkə tövsiyələriniz ola bilər. Mənim valideynlərə tövsiyəm ondan ibarətdir ki, uşaqlarının mütəmadi olaraq əgər uşaqda hər hansı bir uşağın fiziki inkişafında çatışmamazlıq hiss eləyirlərsə... Nə kimi, məsələn? Yəni, çəki və boy parametrlərinin geri qalması, uşağın iştahsızlığı, yeməyə qarşı ikrah hissinin yaranması, ondan sonra ümumi tez-tez xəstələnmə halları, immunodefisit halları, belə hallar əgər uşaqda müşahidə edilsə, hökmən pediatra müraciət eləsinlər və seçimi əlbəttə ki, pediatr, uşaq həkimi eləsə, istər trimetabol, istər digər preparatlar, onda daha məqsədə uyğun olar. Çünki bu preparatın tərkibi çox zəngindir, təxminən bir 7-8-ə qədər burada maddə tərkibdə özünə yer tutub və bunu əlbəttə pediatr bunun göstəriş və əks göstərişini nəzərə aldıqda daha yaxşı nəticələr əldə etmək olur. Biz təşəkkürümüzü bildiririk və ümid edirik ki, valideynlər bu söhbətdən lazımi nəticə çıxaracaqlar. Özəlliklə onların üzərinə düşən məsələlərdə, o yanlış yanaşmalarda düzəliş edəcəklər və təbii ki, bu problemi yaşamayacaqlar. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun. Sizə təşəkkür edirəm. Sağ olun. Sağ olun. Xatırlatmaq istəyirəm ki, qonağımız Tibb Universiteti Uşaq Xəstəlikləri Kafedrasının dosenti, tibb elmləri namizədi Nurəddin Məhərrəmov idi. Hörmətli valideynlər, yəni mövzumuzun davamı olaraq daha bir məqama mən toxunmaq istəyirəm. Yəni söhbət xanımlarda olan fizioloji durumdan gedir. Özəlliklə bu məsələ təzə başladıqda gigiyenaya riayət eləmək çox vacibdir. Komfortdan, rahatlıqdan və etibarlı müdafiədən danışıramsa, o zaman ginekoloqların yeganə tövsiyəsi olan Always bezlərinə müraciət etməyinizi biz də sizə tövsiyə edirik. Bezlər qıfa bənzər dəlikli üst qata malikdirlər və xaricdən enli, daxildən dar olan bu dəliklər mayeni içəridə saxlayaraq onun hopmasına, çölə çıxmasına imkan vermir. Hətta xüsusi belə deyək, granulalar var ki, daxildə bu mayeni gelə çevirir və bu da onun sızmasına qarşısını almış olur. Eyni zamanda onların rahatlığı, xüsusi qanadlarla təmin olunması və bu qanadların alt paltara bərkidilərək, yəni təbii ki, komfort hissinə səbəb olması faktorunda vurğulamaq istəyirəm. Həmçinin üzərində mavi zolaqlar bu bezlərin nə zaman dəyişməsi gərəkdiyindən sizə siqnal verəcək. Hər ifrazata uyğun burada çeşidlər var. Always Ultra Light 3 damcı, Always Ultra Normal Plus, Super Plus, Always Ultra Night bezləri, yəni gecə müdafiəçisi üçün ən ideal bezlərdir. Xüsusi həssas müəyyən durumlara reaksiyası olan xanımlar sizin üçün lüks bezlər istifadə, hazırlanıb, söhbət platinum, yəni ipək toxunuşlu Always Platinum bezlərindən gedir ki, onların da bax bu çeşidləri lazımı vəziyyətdə təbii ki, sizi diskomfort yaşamamağa kömək edəcək, vadar edəcək. Koreya Şərq Təbabəti Klinikası tibbin bütün sahələri üzrə xidmət göstərir və yalnız burada yerli mütəxəssislərimizlə yanaşı Koreyadan dəvət olunmuş professor və fizioterapevtlərin köməyi ilə bütün növ xəstəliklərin xüsusi üsullarla müalicəsi həyata keçirilir. Xüsusi üsullar hansılardır? Dərinin müalicəvi maddələrlə dağlanması, vakum terapiyası, ağrı kəsici elektroterapiya, nöqtə masajı, infraqırmızı işıq və həmçinin də Koreyanın bitki mənşəli dərmanları ilə müalicəsi mümkündür. Sağlamlığınızı peşəkarlara etibar edin və peşəkar həkimlərin ünvanı sağlamlığınızın uğurlu və dəqiq təminatı olan SEBA Şərq Təbabəti Klinikasıdır. Əhvalımızı çiyələklə yüksəldək. Parazitlərə qarşı məlhəmlər. Reklamlardan sonra Çox Yaşa proqramında.